Yakubayev operasının oyuncular adına Adisey veya polis Saatlı Birlik komandası olarak Saat rayon Məhəmməd Əliyev adına Əlsultanın kənd tam orta məktəbini təmsil edirik. Mən şəxsən intellektual oyunlarda ibtidai sinifdən bəri məşğul oluram və keçən il biz bu komanda ilə birlikdə Azərbaycan çempionu olduq. Komanda yoldaşlarımın hamısının Saat rayon Məhəmməd Əliyev və Əlsultan kənd tam orta məktəbinin şagirdləridir. Suallar çətin ola bilər, amma bu Azərbaycan Respublikasının NHN oyunudur və təbii ki suallar çətin olacaq, amma inşallah ağızdan çıxacaq buradan. Mən çox istərdim ki, hər bir rayonumuzda belə yarışlar keçirilsin. Azərbaycan Birlik İntellektual oyunlarda 8-ci sinifdən başlayırıq yarışmağa. İlk oyunumuz deyil, xeyir, bundan əvvəl də yarışlarda olmuşduq. Sadəcə çox yaxşı nəticə verməmişdi bəziləri. Amma inşallah bu səfərçində yaxşı olacaq. İntellektual oyunlar daha çox maraq, zövq və yaxud da fərqli düşüncə verir. Çünki intellektual oyunlardan əvvəl, məsələn, bəzi şeylərə marağım yox idi. Hansı ki, intellektual yarışlardan sonra başladı o şeylərdə qarşı mənə maraqlar yaranmağa. Həm də bura gələndən sonra insanlar başqa simalar görür və tanış olmalar falan belə çox maraqlı olur. Bugün bizim fikrimizsə, tabii hamı o üstündə yarışır. Biz ümid edirik ki, birinci klik kuboku ilə biz buradan ayrılmaq istəyirik. İntellektual oyunlarla öz təcrübəmdən danışsam 6-cı sinifdən bəri məşğulam. Nə harada, nə zaman üzrə 3 qat Azərbaycan çempionuyum. Komandamızın yoldaşlarımı artıq 6-cı sinifdən bəri tanıyıram. Ortaq dünya görüşlərimiz və ortaq fikirlərimizi gördükdən sonra məktəblə və öz aramızda məsləhətləşib komanda yığmaq nəticəsinə gəlirik. İntellektual oyunlar ilk öncə uşaqlara komandada işi verir və analitik düşüncə qabiliyyəti inkişaf elətdirir. Məncə bu gələcəkdə hər bir mütəxəssis üçün çox lazım ola biləcək bir xüsusiyyətlərdən biridir. Hər yarış bura gəlməyimizin əsas məqsədi təbii ki, birinci yer olmaqdır. Kifayət qədər burada rəqibimiz var və rəqabət kifayət qədər güclüdür, amma çalışacaq ki, birinci yerə çıxarıq. İntellektual oyunlarda ibtidai siniflərdən məşğuluq və bu bizim Respublika kubokumuzdakı ikinci oyunumuzdur. Birinci oyunumuz 3-cü yer tutmuşdur. İnşallah bugün də birinci yer olacaq. Komandamız öz sinifimizdən yığıldı. İlk başda liseydəki yarışlardan başladıq və buraya qədər gəlib çıxdıq. Bugünkü yarışı təbii ki, heç bir çətinliyimiz yoxdur. Mən və komandama güvənirəm. İntellektual oyunları insanların özünü geliştirmənin çox önəmlidir və dünya görüşünü artırır. Bugün təbii ki, də birinci yer olacaq. Uşaqlara uğurlar arzulayıram, amma birinci yer məlumdur, ikinci və üçüncü yerlər üçün yarışa bilərlər. Bugün Respublika çempionatında Vesper komandası olarak Bakını təmsil edirdik və bu çempionatda birinci olmağa müvəffəq olduq.
Düşünürəm ki, komanda olaraq əla oyun sərgilədik. Bütün komanda yoldaşlarımız çox uğurlu oyun sərgilədilər. Biz bu yarışlardan həm intellektual baxımdan, həm də mənəvi baxımdan çox şey qazandıq, çox dostlar qazandıq. Elə komandamız da yığma şəkildə dostlarımızdan ibarətdir. Bu videonu izləyən digər həmyaşıdlarımı da belə oyunlar oynamağa dəvət edirəm. Çünki bu oyunlardan həm bilik baxımından, həm mənəvi baxımdan, dostlar baxımından çox şey qazanmaq olur. Bundan sonra da ümid edirik ki, öz uğurlarımız artacaq, davam edəcək. Həm bilik baxımından, həm mənəvi baxımdan böyüyəcəyik. Bugün çempion